ürək sikli 1 saniyə davam edən insanda 240 nəbz vurğusuna neçə dəqiqə vaxt sərf olunar? Qan damar sisteminə aid olan sualımızdır. Burada normalda bir ürək sikli 0,8 saniyə çəkir, amma bizim məsələ şərtimizdə deyir ki 1 saniyə çəkir. Ona görə biz məsələni 1 saniyə ilə həll etməliyik və ürək vurğuları nə qədər olursa, nəbz də o qədər olur. Yəni düz mütənasib asılıdır sayı olaraq. Belə bir iş görək. Bir ürək sikli 1 saniyə çəkir və 240 ürək siklidə nəbzdə 240 dəfə döyüntüdən xəbər verir. Bir ürək sikli 1 saniyə çəkirsə 240 ürək sikli, yəni ürək döyüntüsü o qədər də olacaqdır. X-dir. X bərabərdir 240 saniyə tapırıq biz burada. Deməli, bizdən soruşur məsələnin şərti neçə dəqiqə vaxt sərf olunur? Təbiidir ki, bir dəqiqəmiz 60 saniyədir. 240 saniyədə neçə dəqiqə olduğunu tapırıq. Deməli, düzgün cavab 4 dəqiqə.